Bir işə girmək üçün, bir işə başlamaq üçün daha doğrusu, onu həqiqətən də belə deyim var da, ki, onun mətbəxindən başlamalısan. Bəli. Mən moda tekstil sahəsində çalışarkən mənim atam bunu mənə deyirdi bana. Həyatım, mən sənin qızınam, mən prinsesalar kimi gedib gəlməliyəm deyirdi. Yox, sən satıcı olacaqsan. Deyirdim, mənim satıcı tutmağa, satıcı ilə işləməyə, yəni vəsaitim var. Mən satıcı götürərəm, işlədərəm. Özüm də rahat bəzənib gedərəm. Deyirdi, yox, özün işləyəcəksən. Mən onda onu anlamırdım. Deyirdim, görəsən atam niyə belə edir? Məni çox istəmir, yəni məni göndərir işləməyə. Amma mən anladım ki, nə yaxşı da mən işləmişəm. Mən bilmişəm ki, məsələn, hansısa bir məhsul gələndə onu hesablaması, onun itkisi, onun hansı razmerləri qalıb. Yəni bunun hamısını bir müddət sonra içəri girəndə gözlə artıq bilirsən ki, bunun biri yoxdur. Ambara keçirsən, görürsən, orada da yoxdur. Dəftərə baxıb onu yoxlayanda görürsən satışda yoxdursa, demək ki, burada artıq bir oğurluq halları var, haramçılıq var. Ona görə siz doğru vurğuladınız ki, işi elə mətbəxindən başlamalısan.